məmur sayını azaltmaq lazımdır. Hı. İdarə edici sayını azaltmaq lazımdır və bunu idarə etməni vətəndaşın təşəbbüskarlığının əsas orqanizmi olan bələdiyyə buraxmaq lazımdır. Belə halda onda görəsiniz ki, bizim bilirsiniz nəyə oxşuyur bu? Bu Sumqayıtda uzun illər demək bu zəhərli zavodda işləyib 20 il ev növbəsi gözləyən adama bənzəyirik biz. Demək, ömrümü qoyursan ki, orada bir növbədə bir 20 ildə ev alasan. Sonra bu kapitalizm gəldi. Baxdın ki, biraz ora-bura çevik hərəkət elədin, oradan taxta vurdun, buradan şalban vurdun, oradan armatur gətirdin. Bir iki aya varlandın. Varanan kimi getdin, bir yasamalda, sabunçuda bir dənə ev aldın. Gördün ki, 20 ili bu ev almağa həsr eləməli ömrün dəyəri olmaz da. Bir ev almaq üçün ömrü 20 ilə həsr eləməzlər. Yaxud da indi ipoteka falan biraz şərtlər yüngülləşsə, təbii ki, şərtlər arzu olunan deyil, mən də bəyənmirəm. Amma söhbət ondan gedir ki, bu yüngülləşsə artıq, baxarsan ki, bizim bu faciə kimi, ağır bir proses kimi baxdığımız məsələlər cüzi, sadə bir məsələdir. Elə ali məktəbə girmək kimi də testdir. Əvvəllər hazırlaşırdın, 4 imtahan, fəlakətli bir çətinliklə filanla gəldin, Bakıda yer tapdın, qəbul oldun. İndi oturmuşsan evində, Naxçıvanda testdən imtahan verirsən, istənilən universitetə həmən balı topladın, gəlib girirsən. Yaxud da məsələn Bakıda girdin testə, bir dəfə bir günü həsr elədin. Ta 20 gün orada imtahanda əzab çəkmirsən. Yəni asanlaşıb deyirsiniz. Əlbəttə, o şeylər ki, əslində dünyada asandır, biz özümüz mürəkkəbləşdirmişik.